Amerikadan yaxşı maşın Azərbaycana gəlmir. Amerikadan yaxşı maşın Gürcüstana gəlmir. Niyə gəlmir? Saytlar var, carvana.com, carvana.com, saytlar var, carmax.com və carfax.com, girib baxa bilərsiniz Amerikada maşınların qiymətinə. Məsəl üçün, varındı 2018-ci ilin Malibusun almısan, sənə deyiblər ki, 68.000 mile var idi üstündə. Gir, həmin saytda 2018-in Malibusun 68.000 mile-la qiymətinə bax. O qiymətinə baxandan sonra həmin maşının gətirilmə xərcinə, yəni 2700, 2200 baxır kimə, onu gəl onun üstünə dollarla. Ondan sonra ölkəyə giriş gömrük xərcin gəl onun üstünə. Düşün ki, bu maşını sən neçə gömrük edə bilərsən. Və ondan sonra o gətirənin, yəni o maşını burada alıb da, aparıb porta verib də, oradan Gürcüstana gətirənin də qazancın da gəl üstünə. Yəni bu məbləğ nə olmalıdır ki, sən o maşını Azərbaycanda 18.000 manata, 20.000 manata ala bilməlisən. Bunları özünüz çox sadə yolla hesablaya bilərsiniz. Təkcə şey yox da, yəni təkcə Chevrolet Malibu'nu demirəm. Məsələn, Azərbaycana gələn ən çox maşınlar Amerikadan bilirəm ki, Chevrolet Malibu'dur, bilirəm ki, Ford Fusion'dur, Hyundai'dir, Hyundai Elantra'dır, modeli zadı belə-belə şeylər və Kia'dır, K5 sad belə deyirlər. Bilirəm ki, bunlar gəlir. Çünki niyə bunlar gəlir, sizə deyim. Hyundai ilə Kia'nın Azərbaycana gəlməsinin səbəbi odur ki, Amerikada sığorta eləyən vaxtı maşını, sənin maşının əgər Hyundai və yaxud Kia markasıdırsa, sənin sığortan o biri markalara nisbətən biraz yuxarı olur. Niyə? Çünki Amerikada statistikaya görə ən rahat oğranan maşınlar Kia ilə Hyundai'dir. Və onların oğurlanma riski çox olduğuna görə onların sığortası biraz bahadır. Və onların sığortasının biraz baha olmasının səbəbi ona təsir edir ki, həmin maşınların bazarı zəif olur. Bazarının zəif olması ona təsir edir ki, həmin maşınların qiyməti aşağı olur. Həmin maşınların qiyməti aşağı olması da ona təsir edir ki, sən o maşınları alırsan, sürürsən və onun ikinci əl bazarı o birisilərindən qat-qat aşağı olur. Gəlirik əsas məqama. Əsas məqam odur ki, bizim milli insanlar, yəni daim pul qazanmaq istəyən insanlar, yəni bir maşından bir maşının da pulun qazanmaq istəyən insanlar nə edirlər? Maşını auksiondan alırlar. Aldıqları maşının üstündə ya vəhşicəsinə probek olur, ya nəysə qəzalı olur. O qəzalı, mən düşünürəm ki, qəzalı rejimindən artıq insanlar keçiblər. Düşünürəm ki, onlar yeni mərhələyə qədəm qoyublar. Artıq qəzalı yox, probeki çox olan, yəni sürüşü, mayılıcı çox olan maşınlar alırlar. Necə alırlar? Deyirsən, Carfax'ı belə sənə şey göstərirlər, auksion zadını göstərirlər. Bəli. Bax, burada sir var artıq. Necə olur ki, auksiondan maşını alırlar və maşının ban nömrəsi 14-dür, auksionun sənədinə 15-dir. Carfax'ına girirsən, görürsən ki, aşağı probek var. Necə edirlər bunları? Bilmirəm necə edirlər, amma bunlara yol tapıblar. Nəzərə alaq ki, bunların üstündə gürcülər işləyir, bunların üstündə, yəni bizim SNG millətləri bunların üstündə işləyir. Ona görə onlar bunu nəzarət edirlər və bu forma bu qaydasına düşür. Kim deyirsə bu yoxdur, yalan söhbəti var. Bizim millətlər burada gəliblər, bu şeyləri eləyiblər. Bizim millətlər deyəndə nəzərə tutduğum Qafqaz millətləridir. Yəni erməni, rus, gürcü, azərbaycanlı bu tip millətlərdir. Çünki qardaş, niyə düz formada Amerikada sən gözəl pul qazana bilməzsən? O gözəl pul dediyim bilirsiniz nədir? Sən gedib kuryer işləyib 6.000 pul qazanmaq deyil, o gözəl pul deyil. O işdir ki, sən aya 20-25 min, 15 min pul qazanırsan, taksi yox, başqa işlərlə rahat pul qazanırsan. Bu rahat pul qazanmanın mənfi tərəfləri də var. Mənfi tərəfləri onların dövlətin vergisini aldatmaqdır, dövləti aldatmaqdır, nədir? Çox şeylər var. Bu yaxınlarda bir xəbər eşitdiniz. Bir Azərbaycanlı oğlan tibbi satır, ya necəsə insanlara çatdırır.
və dövlətdən 5 milyon ya 15 milyon ya nə qədərdir, məbləğ yadımdadır, belə pul tələb eləyib. Bu tipdir vəziyyət. Yəni real Amerikada küllü pul qazananların vəziyyəti budur. Amerikada real düzgün yolla pul qazanan insanları siz tanımırsınız, siz onları tanımırsınız. Onlar heç vaxt öz haqqında məlumat vermirlər. O özün göstərənlər mütləq əyri işlərlə pul qazananlardır. Bunu yadınızda saxlayın. Bu hər yerdə belədir. Bu tək Azərbaycanda deyil, bu tək Amerikada deyil. İşində əyrilik olan adamlar özlərin reklam etmək istəkləri var onların ki, onlar, yəni mən varlıyam da, mən buna çatmışam, mən bu uğuru əldə eləmişəm deyə, belə bir istəkləri var deyə, ona görə bunu belə edirlər. Heç vaxt mən burada nə qədər milyonçu tanıyıram ki, nə qədər deyəndə, yəni 3-4 dənədən o da nə qədər oldu. 3-4 dənə milyonçu tanıyıram ki, adamlar çox yaxşı biznesləri var, çox yaxşı pulları var, heç yerdə onu göstərmirlər, heç yerdə onu bildirmirlər. Yəni sıravi insan kimi yaşayırlar. Görməmişlər, hansı ki təzə əldə ediblər hər şeyi, çalışırlar özlərini göstərsinlər. Onların işlərində əyrilik var. Yusuf belədir. Amerikada da varlı olmaq, sən dövləti aldatmasan, vergidə soxuş gəlməsən, sən varlı ola bilməzsən. Niyə varlı ola bilməzsən? Açıq aydın. Tutaq ki, dövlətdən latariya udmusan, 100 milyon dollar latariya udmusan. Yəni bundan açıq aydın qazanc yeri ola bilməz. Sən 100 milyon dollar latariya udmusan. 100 milyon dollardan sizcə nə qədərin sizə verirlər? 100 milyon dollar uddun, onun neçə faizini sənə verirlər? Rəsmi rəqəmlərə görə sən 60 faizini götürürsən. Amma qeyri-rəsmi rəqəmlərə görə sən indi 40 milyon, 50 milyon hər şeydə dəyişir. Adam şoka düşür ki, necə? Sən 100 milyon pul udmusan, onun yarısını sən alırsan. Düşünürlər ki, deyirlər ki, hə, cəhənnəmə, yarısı da onsuz da heç nədən əldə eləmirsən. Xeyr, sən heç nədən əldə eləmirsən deyil. Sən o aldığın pul, o 100 milyon ki orada yığılır, Amerikada yaşayan insanların puludur. Onlar pul verirlər, latariyanı alırlar və həmin puldan səndən yarısını alırlar, onu növbəti adam üçün latariyanın üstünə qoymurlar. O gedir, o silinir, yox olur. Və belə deyim, o 50 milyon dollar getdi, silindi, yox oldu. Hara getdi, necə oldu bu sizcə? Belə şeylər var. Yəni, sənin real qazancın 100 milyondursa, yarısı gedir. Deməli, bir insan Amerikada 1 milyon qazanırsa, onun yarısını verməlidir. Yəni, düz məntiqdir bu. Düz məntiqlə baxsaz bu cürdür. Bir insan 1 milyon pul qazanırsa Amerikada, onun yarısını vergiyə verməlidir. Verməlidir. Amma neynirlər? Vermirlər. Onlar sadəcə götürürlər, silirlər. Bu rasxod oldu, o rasxod oldu, belə falan. Ay, axırda heç nə qalmadı. Trump kimi 2024-də idi, 2023-də idi. 200 dollar vergi vermişdi Trump. Yəni, hamı bilir ki, Trump'ın yaxşı imkanı var, biznesmendir. Amma rəsmi sənədlər üzərində rasxodu gəlirdən çox göstərir. Qutardı getdi. Bu formada yəni olur. Yəni, bunu sistemin boşluğudur ya bu. Yəni, bu qanunsuzluq deyil, bu sistemin boşluğudur. Bir növdə qanunsuzluqdur. Əgər onu tutsalar, onlar tutsalar ki, sən harada soxmusan, soxuş gəlmirsən burada, o qanunsuzluqdur, bəli. Onlar tuta bilmirlər deyə bu sistemin boşluğundan insanlar istifadə edirlər. Hamısı belə istifadə edir, amma əsasən bütün biznesmenlər edir onu. Amma mən dediyim tez milyoner olanlar, onlar çox pis soxuşlar edirlər və çox ehtimalla sonra üstləri açılır və yaxud itirirlər onu. Belə olmur da, onlar ya gərək atıb qaçsınlar buradan, yəni burada yaşasa, onun üstə açılacaq, mütləq açılacaq. Yəni Amerikada sistem elə işləyir ki, haçansa onun üstünü açır da, 10 ilə, 5 ilə, 15 ilə axır üstünü açır. İndi gələk o məsələyə ki, həmin maşınların Azərbaycana gəlib də satılması. Azərbaycana gələndə o maşın o qədər gözəl vəziyyətlərdən keçir ki, rahat formada insanlar alır Azərbaycanda. Gözəl, belə Malibu, gözəl Fusion və s. və s. Bilin ki, belə deyil. Dediyim saytlar ki, Carvana, Carfax, CarMax, bu saytlara girib siz maşınların maylıcla real qiymətlərinə baxa bilərsiniz. Yəni real qiymətlər
sizə deyilən qiymətlər deyir. Auksionda satanlar da loxlar deyir maşını. Yəni maşını satan istənilən təşkilat istəyər ki, ondan daha çox gəlir gətirsin. Gəlir götürsün. Yəni onlar istəməz ki, bir dənə alıcı ondan xeyir götürsün. Hamı o maşından öz xeyrini götürmək istəyir. Satan bank öz xeyrini götürmək istəyir. Əgər bankdırsa, sığorta şirkəti, əgər sığorta şirkətidirsə, yəni şəxsi adam, əgər şəxsi adamsa, hamı istəyir ki, daha çox xeyrini götürsün oradan. Ona görə hərə necəsə, hardasa biraz variant edir və nəticədə ən çoxudan o maşını satan olur. Çünki o ağla sığmaz şeylər edir, trüklər edir o maşından. Yəni maşın elə vəziyyətdə olur ki, ondan ağla sığmaz trüklər edir, o maşını gözəl vəziyyətə gətirir və satır. Bu maşınlar haqqında sizə məlumat demək istəyirəm ki, belədir vəziyyət. Və kimsə sizə deyəndə ki, maşın belədir, çox az probek, evdən işə, işdən evə sürülüb, nə bilim müəllim sürüb, qadın sürüb, belə şeylərə inanmayın. Amerikada reallıq belə deyil. Yəni onlar Amazonda, internetdən xəbəri olmayan adamlar deyil də. Onlar real dünyada yaşayan, hər bir şeyi eşidən, görən, bilən insanlardır. Və onlar bilirlər ki, bugün bazarda qiymət nədir. Maşını satan adam bilir bazarda qiymət nədir. Hə, belə faktlar var. Məsəl üçün, bizim usta var, Yaşar ustanın yanına adam gəlir. Bir Porsche-nin motorda xarabdır, işləmir. Porsche-ni dəyişilməlidir. Yaşar usta deyir ki, motor dəyişməlidir. Maşının bazar qiyməti 8000-dir. Yaşar usta deyir ki, məsəl üçün Yaşar usta deyirəməzsən. Yaşar usta deyir ki, motor dəyişməlidir. Motorun dəyişmə xərcin ona deyir ki, 3200 motordur. Mənim zəhmət haqqım da 1800. Adam da pulu yoxdur onu eləməyə. Deyir və maşını neçəyə götürərsən? Məsəl üçün usta deyir ki, deyir 1000-ə götürərəm də. Niyə 1000 deyir? Çünki o maşını junk kimi, yəni bir zibil kimi onsuz da $450 götürürlər. Təsəvvür edirsiniz, yəni maşın artıq yararsız olanda sən o maşını atıb qoya bilmirsən hardasa. Onu təhvil verməlisən harasa. Ya da ki, hardasa qoysan, onu elə məsuliyyət daşıyırsan. Götürür o maşını, $1000 alır adamdan. Adam da düşünür ki, 4000-5000 maşına xərc qoymaqdansa, ən yaxşısı elə verim, $1000 alım, gedim işimin dalıca, belənsinə. Belə hallar var, bəli. Sonra usta da o maşını təmir eləyir, qoyur 7-8 minə satışa. Belə hallar var. Mən gördüyüm, bildiyim də belə hallar var. Amma elə deyirdi, yəni bütün hallar belə deyir ki, sənə gələn Amerikadan maşın ucuz olsun və yaxşı olsun. Elə şey yoxdur. Əgər kimsə özünü inandırmaq istəyirsə, inandıra bilər. Amma bu belə deyil. Girib, dediyim kimi, saytlara baxın, qiymətlərə baxın və real Amerikada vəziyyəti görün. Hələlik bu qısa videonu çəkdim ki, sizə bu maşınlar barədə məlumat verim və bu Amerikada gələn istər Azərbaycanlı, istər Gürcü, istər Erməni, istər Rus, Ukrayın fərqi yoxdur. Əksəriyyəti çalışırlar ki, aldatsınlar, nəfəs alırlar, aldatsınlar, yemək yiyirlər, aldatsınlar, elə aldatmaq düşünürlər. Sonra deyirlər ki, niyə bizim ölkədə ədalət yoxdur? Bu şeylər məni çox əsəbləşdirir bizim insanlarda. Elə bizim insanlarımız elə axtarır ki, ədalət olsun, hər yerdə ədalət olsun, amma mən ədalətli olmayım. Hər yer təmiz olsun, amma mən o təmizliyi saxlamayım. Nə bilim, hər şeydə çalışırlar ki, məsələn, hakimiyyət gözəl olsun, amma mən bu hakimiyyətin gözəl olması üçün nələri dəyişdim, onu düşünmürəm. Başa düşürsünüz? Yəni mən istəyərəm insanlar başa düşsünlər ki, hər bir şeyin səbəbləri özləridirlər. İslamdan belə bir hədis eşitmişdim ki, deyirdi ki, hər bir qövmə ona layiq olunan rəhbər verilər. Bu günləri əgər bir insanların üstündə hökm eləyənlər, icra hakimləri və digərləri onlar ədalətsizlik eləyirsə, deməli bu o ərazidə yaşayan insanların səhv rütbatındandır. Siz heç vaxt gedib Avropada yaşayan insanın üstünə bizim icra hakimiyyət işçisin rəhbər qoya bilməzsiniz. Onu öldürərlər, onu dağıdarlar, ləğv eləyərlər oradan. Niyə? Çünki
onların beyni ədalətli işləyir. Onlar düşüncələrində ədalətlidir. Onlar düşünmür ki, heç kim görmür də zibilə atın bura. Onlar düşünmür ki, gecə qaranlıqdır, onsuz da heç kim görməyəcək. Gəl bu ağacın altına girim, burada nəysə eləyim də yəni. Və yaxud da heç kim görmür, burada nəysə var, bunu keçim də, kamera yox, polis yox. Buradan stopu keçim, nə bilim, qırmızıya keçim, nə bilim, protiv girim. Yəni onlar onu düşünmürlər. Onların beyinlərində o yoxdur. Biz Avropaya getmişdik. Avropada biz avtobusa mindik. Sən bilet alıb avtobusa minməlisən. Hansı ölkəydə? Allah, Polşa idi. Polşada Varşavadaydıq. Avtobusa mindik. Oradan Kvitzinə gedəcəkdik. Həmin avtobusa minəndə ki, bilet alıb avtobusa minirsən, səni heç kim yoxlamır ki, sən bilet aldın mı, sən avtobusa mindin. Yoxsa sən bilet almadın, avtobusa mindin. Niyə sən heç kim yoxlamasın? Sizcə niyə? Bunun sirri nədədir? Hansı dövlət ona tələb eləyir ki, sən onu yoxlama? O vəziyyət, sir buradadır ki, insanlar özləri sistemə hörmət eləyirlər. İnsanlar özləri ədalətə, düzgünlüyə xidmət eləyirlər. Ona görə dövlət də ona uyğun qurur hər şeyi. Belədir, yəni Avropa insanının beyni ədalətli işləyir. O ədalətli rəftar eləmək düzdür. Orada da yəqin ki, negativ hallar var. Bu hər yerdə var. Yəni elə olmur ki, %100 hər yer gözəl olsun. Amma əksəriyyət belədir. Mən avtobusa minmişdim. Biz belə elədik orada. Biz avtobusa bilet almadan mindik ikinci səfər avtobusa. Biz çünki dedik, necə da heç kim yoxlamır, almayaq da. Sonra oturdum, onu düşündüm ki, adamlar o qədər insanlara güvənirlər. Güvənir, yəni dövlət insana güvənir, insan dövlətə güvənir. Məsələ budur. Buna görə insanlar aldatmırlar. Onlar artıq bu beyinlərində bunu keçiblər, bu mərhələni. Biz ancaq burada ilişmişik, qalmışıq ki, belə necə eləyim, 5 manat buradan qabağa düşüm, necə eləyim, bunu aldadım. Mənim yaxınım var, yaxın qohumum var. Yaxın qohumum var, usta işləyir adam. Adam usta işləyir, maşın ustası işləyir. Adam adamları aldadır, mənim gözümün qabağında adamları aldadır. Bir iki dəfə demişəm, ona görə məni uzaqlaşdırıb yanına, deyib ki, get burada qalma Rahim, burada niyə qalırsan? Adam göz görə-görə adamları aldadır, onun əvəzinə adam gedib işlədiyi sənətini öyrənib gedib düzgün maşın təmir edə bilər. Azərbaycanda işləyir həmin adam. Amma adam adamları aldatmağı üstün tutur. Adam düşünür ki, aldatmalıdır. Adam düşünür ki, bu gün aldadım, sabah aldadım. Bədbəxt açana qədər aldadacaqsan. Yəni siz dəyişməlisiniz də, bunu başa düşün. Bundan da öyrü mən görürəm belə şeylər. Amerikada da belədir. İnsanlar çoxdur, yəni qanunsuz işlər görənlər çoxdur. Səni yıxılarsan, balta vuran tez olar, tez istəyərlər nəsə eləsinlər. Amma mən Avropaya baxanda görürəm, Avropaya baxanda uzaqdan baxmıram. Avropanın içində gəzmişəm, neçə günlərlə qalmışam, o da görmüşəm. İnsanların yaşayışı, rəftarı bilirsiniz necədir? İnsanlar bizdə məsəl üçün velosiped yolu düzəldiblər. O ayrı mövzudur. Bizdə heç. Bizdə güya çalışırlar nəysə düzəltsinlər. İctimai nəqliyyatı qurmurlar ki, super vəziyyətdə ki, adamlar sonra velosiped yolu qursun, sonra üçün ki, niyə tıxac var? Sən bir şey düzəlt, yolun qoy onun. Məsələn, ictimai nəqliyyatın düzəlt, avtobusu qoy. Avtobus şoförü qoyurlar. Avtobus şoförü təlim keçdilər, başlayanda hər şey əla. Üstündən 2 ay keçəndən sonra məsələ yaddan çıxdı. Avtobus şoförü ona şey veriblər, haqq veriblər, avtobus şofördür, hardasa sürə bilər. Avtobus şoförü kolxozu sürür. Niyə kolxozu sürür? Çünki onun itirməyə bir şey yoxdur. Uzağı 800 manatını itirəcək, başqa bir şey qorxusu yoxdur. O düşünsə ki, mən avtobus şoförü olduğuma görə, millətə xidmət elədiyimə görə, mənə pulsuz hər yerdə tibbi xidmətlər var. Mənə sığorta var, mənim sığortam var, ailəmə sığorta var. Mənim uşaqlarım universitetdə 80% endirimlə oxuyacaq. Sonra nə deyim, ay Allah, mənim da benefitləri də bu qədər benefitləri, o görsə ki, bu qədər benefitləri var. Təbii ki, onu eləməyəcək, ona yanaşmayacaq və ondan sonra onun cəzası da belə olmayacaq. Yəni, 800 manat itirərəm, başqa taksi sürərəm də, nə olsun? Belə düşünməz adam. Adam düşünər ki, mən bu benefiti heç yerdə ala bilmərəm, işinə hörmət edəcək. Sən insanlara işlərinə hörmət eləməyi məcbur eləməlisən. Çünki bizim insanlar məcburiyyətlə işləyirlər. Onları məcburla gördüyü işlərə hörmət elətdirməyi öyrətməlisən ki, sonra onlardan tələb eləyəsən. Bu yaxınlarda bir şey izlədim. Maliyyə Naziridir deyəsən, cərimələrdən
neçə milyon manat büdcənin filan qədərin cərimələr dolduracaq. Növbəti ilin şeyini eləyirdi. O video hadisi qarşıma çıxdı. Deyir, məsəl üçün də 50 milyon manatı cərimələr dolduracaq büdcəyə. Təsəvvür eləyin, adamlar insanları cərimə eləməkdən danışırlar. Adamlar deyirlər ki, cərimələrlə büdcə dolduracağıq. Yəni adamlar demirlər ki, biz hansı addım ataq ki, insanlar qayda pozmasın və biz bunları düzəldək ki, ölkəmiz düzəlsin. Adamlar deyir ki, biz planlayırıq ki, gələn il deyir, ən çox deyir, hansıda şeydən, dindən, Daxili İşlər Nazirliyindən pul alırıq, vergiyə, büdcəyə ən çox onlar şey eləyirlər, cərimələr yığılır, bir gülümsüyürdü orada. Bu təfəkkürlü nazir olandan sonra bu insanlar başa düşməlidir ki, bu təfəkkürdə nazir olandan sonra bu düzəlməyəcəkdir. Yəni bu təfəkkürdə nazirin olmasına səbəb də o nazirə hamısının hörmət eləməsidir. O nazir ki, bizim insanların haqqında bunu düşünəndə ki, büdcəni planlaşdırmışıq ki, polisdən filan qədər alacağıq. Yəni planlaşdırmışıq ki, polis cəmaatdan bu qədər cərimə yığacaq. Bu absurd bir şeydir. Bu ağlamalı bir vəziyyətdir. Bu mənə çox narahat edir həqiqətən. Bu mövzu buna aidiyyatı yoxdur, amma bu mənə narahat edir deyə bunu deyirəm. İnsanlar düşünməlidir ki, biz özümüzü düzəltməliyik. Biz istəyirik dövlət qurumları düz işləsin, səhv işləməsin, hər şey düzəlsin. Amma biz bunun üçün bir iş görmürük və istəyirik hər şey düzəlsin. Bizə çatanda ədalətli olsun, özümüz kiməsə qarşı ədalətsiz olaq. Bizə çatanda hər şey ideal ədalətlə olsun. Mənim haqqıma girdilər. Okey. Mənim haqqıma girdilər, amma mən kiminsə haqqına girirəm. Mən də bir dəfə elədiyimdə başqaları həmşirir. Bir dəfə elədiyimdə nə olar ki, balaca bir şey etdi. Sən bu düşüncədən getməyincə, sənin həyatın düzəlməyəcək, sənin ətrafın düzəlməyəcək. Yəni, düzəlməyin istəyirsən, bunlara eləməlisən sən. Bu qədər bu mövzunu çox uzatmaq istəmirəm. Bu mövzu mənim yaralı yerimdir. Mənim Azərbaycanda həmişə hüquqlarımı tələb eləmişəm. Məni tanıyanlar bilir. Ona görə bunu burada kəsirəm. Amma danışacağım o barədə də sizə ki, hansı hüquqlarımı necə pozublar Azərbaycanda. İş verənlərdir, yəni işə götürənlər belə hallar çoxdur Azərbaycanda. Çünki insanlar belə şeylərə susurlar deyə bu təbiidir. Hələlik özünüzə yaxşı baxın. Növbəti videoda görüşərik.